Hər kəsə salam arzulayıram ki, yaxşısınız. Şansın, bolluğun, bərəkətin, inancın, enerjinin planeti olan Yupiter xərçəng bürcünə keçdi və bu hamımız üçün olduqca gözəl, olduqca şanslı bir dönəmdir. Yupiter uzun bir müddətdir ki, Əkizlər bürcündə transit edirdi və Yupiter Əkizlər bürcünü sevmir. Ona görə həmin period ərzində Yupiterin enerjisi tam yaxşı işləmirdi. Lakin artıq Yupiter keçdi Xərçəng bürcünə və Xərçəng bürcünü Yupiter çox sevir. Yupiterin Xərçəng bürcünə keçməyi iyunun 10-undan gələn il 2026-cı ilin iyun ayına qədər davam eləyəcək. Nə zaman ki Yupiter Xərçəng bürcünə keçir, o zaman biz deyirik ki, Yupiter daha güclü pozisiyadadır, daha yaxşı vəziyyətdədir və enerjisini ortaya qoya bilir. Bəs Yupiterin enerjisi nədir? Yupiterin enerjisi həyatımızla bağlı böyük bir bolluq və bərəkət enerjisidir. Ümumiyyətlə Yupiter güclü işləyən vaxt həyatımızda bir çox pulla, bolluq, bərəkətlə, zənginliklə bağlı gözəl inkişaflar, gelişmələr ola bilər. Paralel olaraq Yupiter həm də inancları təmsil edir. Ona görə də Yupiter xərçəngi güclü pozisiyada olanda inancımızı artıra bilir və həyata, gələcəyimizə, bəlkə dinimizə, bəlkə seçimlərimizə olan inancımız daha bərk, daha qüvvətli bir şəkildə olur. Bundan əlavə olaraq Yupiter həm də genişləmənin, böyümənin planetidir. Bir nöqtədə həm də dərinləşdirən bir planetdir. Ona görə də Yupiterin xərçəngdə olmağı bu mövzularda da bizi çox gözəlləşdirir, yaxşı mənada inkişaf elətdirir, dərinləşdirir. Yupiter xərçəng bürcünə keçəndə bəs nələr olur? Ümumiyyətlə Yupiterin xərçəngə keçməyi həyatımızda bolluq, bərəkət, şans, zənginlik kimi mövzulardan yana çox böyük gelişmələr və inkişaflar verə bilir. Amma bundan əlavə olaraq Yupiterin xərçəngdə olmağı ailə, yuva, ev kimi mövzularda dərinləşməyimizə səbəb ola bilir. Yəni ki, ailəmizlə bağlı, ailə bağlarımızla bağlı daha dərin münasibətlər qura bilirik. Ailəmizlə aramızdakı bağ arta bilir. Ümumiyyətlə Yupiter xərçəngdə xərçəng bürcünün emosional, həssas tərəflərini də böyüdür və bu da bizim insanlarla empatiya qura bilməyimizə və daha sağlam münasibətlər qura bilməyimizə kömək edir. Düzdür, Yupiterin xərçəngdə olmağı bəzən emosional abartılara, aşırı çox reaksiya verməyimizə, çox həssas davranmağımıza da bir nöqtədə səbəb verə bilər. Amma daha çox Yupiter xərçəngdə olanda biz insanları başa düşürük, onları anlayırıq, onlarla empatiya qururuq və aramızdakı bir çox münasibət dərinləşir. Həm də xərçəng bürcü astrologiyada ailəni, evi, yuvanı, vətəni təmsil etdiyi üçün Yupiter xərçəngdə olan dövr bu mövzularda da inkişaf, gelişmə, dərinləşmə və güclü bağların yaranmağı gözləniləndir. Yəni ki, cəmiyyətlərdə bir araya gəlmək, öz cəmiyyətini qorumaq, ona daha doğrusu torpağını, vətənini, cəmiyyətini sahib çıxmaq, ondan əlavə olaraq öz yuvanı, ailəni dərinləşdirmək, ailə bağları yaratmaq, uşağa sahib olmaq, ailə qurmaq, yəni bu tərz ailə ilə, yuva ilə bağlı olan şeylərdə çox böyük bir dərinləşmə və çox böyük bir şəfalanma yaşaya bilirik. Bu bir illik period həyatımızda həm də bizim intuisiyamız və ruhani dəstəyimiz barədə də çox kömək edici bir dönəmdir. Bu dönəm edilən manifestlər, ruhani praktikalar, energetik praktikalar daha güclü işləyir. Bundan əlavə olaraq ulu əcdadlarımızdan, nənə babalarımızdan, yəni rəhmətə getmiş əcdadlarımızdan digər dünyadan bu dünyaya daha çox dəstək və kömək ala bilirik. Bu da işlərimizin daha yaxşı gətirməyə, daha güclü qorunmaya sahib olmağımız, bolluğumuzu, bərəkətimizi artıran bir enerjidir. Amma təbii ki, bunu özümüzdə gözəl və xeyirli bir şəkildə işlətməliyik. Yupiterin xərçəng bürcünə keçməyə ən çox xərçəng bürclərinə, balıq və əqrəb bürclərinə çox böyük bir şans, fürsət, ilahi dəstək və bolluq bərəkət gətirə bilər. Bununla yanaşı olaraq buğa bürclərinə və qız bürclərinə də çox böyük dəstəklər gətirə bilər. Və qoç, tərəzi və oğlaq bürclərinə də güclü, bəzən də biraz da bəlkə sərt təsirlərlə özünü göstərə bilər. İndi gəlin Yupiterin xərçəngə keçməyini bir-bir bürcümüzə əsasən deyim ki, necə bir təsir ola bilər. Çalışın ki, xüsusən yüksələn bürcümüzə qulaq asın, çünki yüksələn bürc daha güclü bir şəkildə tutur. Qoçlar və xüsusən yüksələn bürcü qoç olanlar, Yupiter sizin 4-cü evinizə keçib, ailə, ev, yuva mövzularında böyük bir dərinləşmə, inkişaf özünü göstərə bilər. Bu dönəmdə yeni bir ev sahibi ola bilərsiniz, ailə qura bilərsiniz, ailə bağlarınız çox dərinləşə bilər. Ailənin, yuvanın, evin ya da ailə kimi istədiyiniz insanlarla aranızdakı münasibətin dərinləşdiyini hiss edə bilərsiniz. Bu dönəm əsasən də xüsusən bir ev almaq üçün və ya yeni bir yerə köçmək üçün möhtəşəm bir zamandır. Buğalar və xüsusən yüksələn bürcü buğa olanlar, Yupiter sizin 3-cü evinizə keçib, yaxın yol səyahətləri bol-bol eləyə bilər, bilikləriniz barədə özünüzü inkişaf elətdirə bilərsiniz, daha bilikli və daha dərin bağlara sahib olan bir insan halına gələ bilərsiniz. Bundan əlavə olaraq yaxın çevrəniz, qohum, əqrəbə, qonşular, qardaş, bacı kimi insanlardan daha çox dəstək görə bilərsiniz. Onların
sizin həyatınızdakı rolu böyüyə bilər və sizə bir çox mənada çox güclü dəstək ola bilərlər. Özünüzü inkişaf etdirib yeni şeylər öyrənməyiniz üçün möhtəşəm bir zamandır. Əkizlər oxuyan yüksələn burcu əkizlər olanlar bu dövrdə Yupiter sizin ikinci evinizə keçir. Bu dövrdə pulla bağlı çox möhtəşəm enerjilər özünü göstərə bilər. Bolluğunuz, bərəkətiniz arta bilər. Həyatınızda çox daha bərəkətli bir dönəmə girə bilərsiniz. Fərqli yerlərdən pullar gələ bilər, yeni pul qapıları açıla bilər ya da siz maddi olaraq yeni bir səviyyəyə gələ bilərsiniz. Özünüzə verdiyiniz dəyərinizin də çox daha artacağı, həm bolluq, bərəkət enerjinizin artacağı, həm də öz dəyər enerjinizin artacağı möhtəşəm bir dönəmdir. Xərçənglər oxuyan yüksələn burcu xərçəng olanlar Yupiter sizin birinci evinizə keçir. Həyatınızın hər mənasında, hər nöqtəsində Yupiterin enerjisini görə bilərsiniz. Özünüzü çox şanslı hiss edəcəksiniz, çox uğurlu hiss edəcəksiniz. Bolluq, bərəkət və zənginlik sizlə bir yerdə olacaq. Həyatınızda böyük bir rifah yaşana bilər. Xoşbəxtlik, zənginlik ola bilər ya da ən azından maddi durumunuz daha da arta bilər. İş həyatından yana uğurlar, ev heyvanlarının gündəmə gəlməyi də ola bilər. Akademik mövzularla bağlı uğurlar, xaricə getmək, yeni yerlər görmək, gəzmək kimi mövzular da gündəmə gələ bilər. Bundan əlavə tanrısal qoruma, ilahi qoruma daha çox sizlə bir yerdə olacaq. Bundan da əlavə olaraq Yupiter birinci evinizdə olanda fiziki bədəninizə də təsir edir. Ehtiyatlı olmalısınız. Bu dönəm kökəlməyə, irilənməyə, yekəlməyə meyilli bir dönəmdir. İdman edənlər üçün bu əzələ ilə, lakin daha çox sırf sadəcə yemək yeyənlər üçünsə bu kökəlmə mənasında ola bilər. Buna qarşı biraz daha diqqətli olmanızda fayda var. Çox da optimist olacaqsınız, həyatdan zövq alacaqsınız, biraz da abartılı olacaqsınız və həyatın keyfini çıxardacaqsınız. Şirlər oxuyan yüksələn burcu şir olanlar Yupiter sizin 12-ci evinizdə olacaq. Tanrısal dəstək görəcəksiniz, ilahi qorumanız olacaq. Göz, nəzər, cadu, negativlər sizə rahat-rahat dəyib toxuna bilməyəcək. Mənəvi olaraq çox daha inkişaf edəcəksiniz, dərinləşəcəksiniz, yeni bir səviyyəyə gələ bilərsiniz. Ruhani enerji o qədər güclü olacaq ki, siz də onun dəstəyini bol-bol görəcəksiniz. Spiritual enerjiniz möhtəşəm olacaq və dərin şəfalanmalar yaşaya bilərsiniz. Ən çətin anlarınızda belə Tanrının sizə əl uzadıb sizi qoruyacağını, sizi o vəziyyətlərdən çıxardacağını deyə bilərəm. Sevgi və işıqla qalın. Əziz qız burcuları və xüsusən yüksələn burcu qız olanlar, Yupiter sizin 11-ci evinizə keçir. Şans sizdən yanadır. Böyük şans qapıları həyatınızda açıla bilər. Xəyallarınız arzularınıza doğru gedə bilər və böyük ümidlərlə, böyük şanslarla həyatı gözəl bir şəkildə yaşaya bilərsiniz. Sosial çevrənizdə populyar olacaqsınız. Əgər ümumiyyətlə məşhurlaşmaq istəyirsinizsə, bu dönəm sizin üçün əla bir dönəmdir. Böyük xəyallarınız, böyük arzularınız gerçək ola bilər. Böyük diləkləriniz reallaşa bilər. Həyatınızda böyük bir tanrısal dəstəklə bir yerdə, böyük şans sizlə bir yerdə olacaq. Tərəzilər oxuyan yüksələn burcu tərəzi olanlar Yupiter sizin 10-cu evinizə keçəcək. Karyera həyatından yana çox böyük şanslar özünü göstərə bilər. Karyeranızda çox yüksək yerlərə gələ bilərsiniz, çox böyük uğurlar qazana bilərsiniz, zirvəyə qalxa bilərsiniz. Karyeradan yana o qədər gözəl şanslar var ki, xəyallarınızdakı işlə məşğul ola bilər və ya mövcud işinizdə yüksək yerlərə gələ bilərsiniz. Hər mənada şans sizlə də bir yerdədir. Sevgi və işıqla qalın. Əqrəblər oxuyan yüksələn burcu əqrəb olanlar bu dövrdə xaricə getmək, yeni yerlər gəzmək, yeni yerlər görmək gündəmə gələ bilər. Akademik mövzulardan bağlı uğurlu enerjilər var. Yeni bir təhsil almaq, magistr, universitet ya da daha yüksəklərində bir təhsillər almaq üçün möhtəşəm bir zamandır. Bundan əlavə olaraq yeni yerlər gəzmək, yeni yerlər görmək, yeni bir ölkələri görmək, dini mənəvi olaraq inkişaf eləmək, ilahi şansın sizlə bir yerdə olmağı, mənəvi dini olaraq inancımızın bərkiməyi, güclənməyi özünü göstərə biləcək hadisələrdən bəziləridir. Çox şanslı bir dönəmdəsiniz. Din, təhsil, səyahət, fəlsəfə barədə mükəmməl zamanlardır. Oxatanlar və xüsusən yüksələn burcu oxatan olanlar bu dövrdə həyat yoldaşının qazancı, ortalıq işlərdən gələn qazanclar, başqa yerlərdən gələn pullar, miras kimi mövzulardan yana böyük bir şans enerjisi sizdən yana olacaq. Bundan əlavə olaraq əgər bir əməliyyat və s. kimi mövzular varsa, ilahi qoruma enerjiniz daha güclü olacaq. Bundan da əlavə olaraq cinsəllik, seksuallıqla bağlı möhtəşəm enerjilər var. Siz gözəl bir şəkildə transformasiyalar, dəyişimlər yaşaya bilərsiniz. Həyatınızda mənəvi enerji çox güclü olacaq. Edəcəyiniz rituallar, spiritual praktikalar çox daha qüvvətli, güclü işləyəcək. Möhtəşəm, fərqli özləmə hissi enerjilər sizlə bir yerdədir. Oğlaqlar və xüsusən yüksələn burcu oğlaq olanlar bu dövrdə evlənə bilərsiniz, ailə qura bilərsiniz, böyük ortaqlıq işlərə başlaya bilərsiniz. Həyatınızla bağlı ortaqlıq işlər, ikili münasibətlər, evlilik, belə şeylərin bol-bol gündəmə gələ biləcəyi bir dövrdir. Subaylar evlənə bilər, evlilər, bəlkə evlilikləri bol-bol gündəmə gələ bilər. İkili münasibət əsasən də evlilik barədə mükəmməl enerjilər sizlə bir yerdədir. Arzulayıram ki, tam ürəyinizcə olar. Dolçalar xüsusən yüksələn burcu dolça olanlar
Bu dönəmdə Yupiter sizin 6-cı evinizdə transit eləyəcək. İş həyatından yana şanslar özünü göstərə bilər. Çox daha iş həyatında uğurlu olduğunuzu ya da işdə yüksələcəyinizi görə bilərsiniz. Akademik mövzular və ya dini mövzular ya da mənəvi mövzularla bağlı və ya bəlkə ticarətlə bağlı işlər görmək istəyirsinizsə dəstəkləndiyiniz dönəmdir. Sağlamlığınızla da bağlı dəstəkləyəcəyiniz işlər var. Əgər ciddi bir sağlamlıq sıxıntınız varsa, bunun həll olma ehtimalı daha böyükdür. Qaraciyərinizə qarşı ehtiyatlı olmalısınız. Alkolə qarşı nə qədər diqqətli olsanız, o qədər yaxşı. Ev heyvanları və s. istəyirsinizsə, bunun üçün də gözəl bir zamandır. Balıqlar oxşayan yüksələn burcu balıq olanlar bu dönəmdə Yupiter sizin 5-ci evinizdə transit eləyəcək. Sevgi, eşq, flört, belə mövzular gündəmə gələ bilər. Evlisiniz, uşaq istəyirsə, böyük ehtimalla ki, uşağınız olacaq. Bu yüksək bir ehtimaldır. Buna əlavə olaraq hobilər və şansla bağlı mövzularda çox güclü bir şəkildə işləyəcək. Hobilərinizdən bol-bol zaman keçirdə bilərsiniz, həyatdan zövq ala bilər, həyatı hiss eləyə bilərsiniz. Ümumi olaraq şans sizdən yana olacaq, çox şanslı olacaqsınız. Həyatınızda bir çox gözəl gəlişmələr, inkişaflar ola bilər. Əsasən də sevgi, flört, eşq kimi mövzulardasa mükəmməl enerjilər var. Əziz bütün bölgüləri arzulayıram ki, Yupiterin bu transiti həyatınıza möhtəşəmlik gətirər. Sevgi və işıqla qalın.